Hər vaxtınız xeyirli olsun, dəyərli dostlarım, əziz izləyicilərim. Xırdalan şəhərində belə bir 3 otaqlı, 107 kvadrat ümumi sahəsi, 107 kvadratlıq həyət evimizi çəkib təqdim edim. Xırdalan şəhərində mərkəzdə 2 və 9 saylı məktəb, skora pomoş, təcili yardımın tam yaxınlığında, əla bir yerdədir. Mərkəz, köhnə bazara da yaxındır. Hər bir yerə, bütün marketlərə, iaşə xidmətləri, hamısı evin poştuna kimi evin yaxınlığındadır. Bura hol hissədir, bura 3 otaq hol hissədir. Buradan gəlin. Deməli, 2 dənə sanitar qoşağı. Buna el arasında ağsaqqallar ədəbxana deyir. Bax, bir dənə burada hamamı, bir də ədəbxanası. İkinci ədəbxanası, bax, buradır. Deməli, burada çimdirin, biri də ora girdi. Rəssalar. Buranı örtək. Gəl qardaş, gəl. Bax, burada bir dənə yataq otağıdır. Buranı götür. Evimiz əşyalı və əşyasız satılır. Evimizin qiymətini də açıqlayacağım sizə. Gəl. Gəl buranı da çək. Deməli, qoşa daşla tikilib, şəxsi tikili evdir. Burada da bax, görürsünüz, bax, belə bir yataq otağıdır. Bu oldu 2. Bura mətbəx hissəsidir. Evdə qalan əşya, əşyasız mətbəx mebeli kombidir. Yəni, bunu nəzərdən çıxarın. Bir də burada onun zalıdır. Evin 4 tərəfində kamera sistemi mövcuddur. Burada bax, kamera sistemi görürsünüz, bax, burada bütün nəzarəti eləmək olar. Evin arxa hissəsində də bunun bir qaladovka kimi yeri var. Orada girib əşyalarınızı yığa bilərsiniz. Arxa tərəfində o küçədəndir. Alan adam gələrsə inşallah oranı görsədəcək. Burada sənədlə deməli nətər olacaq? Sənədi evi alan adamın adına veriləcək, kupça. Yəni sənədi 95.000 manata. Real alıcı olarsa qiymətdə yəni güzəşt olunacaq. Bu barədə kimin nə sualı varsa bu ev barədə bizlə əlaqə saxlasın, bizə zəng etsin. Kanalımıza abunə olun, videonu bəyənin. Sağ olun, minnətdarım izlədiyiniz üçün.